38 yaşlı bir xanım pasiyentimizdə indi aşağı çənəyə implantlar qoyacağıq. Çənə sümüyü yenə ərimiş bir vəziyyətdədir. İmplantlara başlayaq. Bir ağız içinə də baxaq necədir vəziyyət. Pasiyentin ağzında sağda 3 ədəd öz dişi var. 4-cü, 5-ci dişlər kötüklərdir və 6-cı, 7-ci dişlər isə yoxdur. Zaten 8-ci diş bizə lazımdır deyildi. İndi bu dişləri bərpa edəcəyik və pasiyentin sol tərəfinə də baxaq. Sol tərəfdə vəziyyətimiz isə belədir. Artıq körpü burada çıxdı. Körpü pasiyent dişsiz görünməsin deyə çarəsizlikdən belə bir vəziyyətdə gəzir. Bunların bərpası mümkündürmü? Bunlarla oynamağa dəyməz. Çünki burada kötüklər qalıb. Yox bir vəziyyətdədir. Bir dişin 2 kötüyüdür bu. Ayrılmış bir vəziyyətdədir və burada da ştift güdül üzərində işləməyə çalışılıb. Bir salamat diş burada budur. Bu diş də 3-cü dişdir. 4-cü diş bu kötükdür. 5-ci diş, 6-cı və 7-ci dişlər yoxdur burada. Onları bərpasına çalışaq. Başlayırıq. Həyəcan, qorxu var? Biraz var. Biraz var. Aslında biraz değil, çoxdur. Təvazökarlıqdan biraz değil. Başlayaq. Böyle bir iltihablı diş. Ağrı var. Ağrı yoxdur ama pasiyentdə həyəcan son dərəcə çoxdur. Diametri 4 mm yarımdır. Uzunluğu isə ümumilikdə 7 mm-dir. Amma sümükdə qalan hissəsi 5 mm, üzdə qalan hissəsi isə 2 mm olmağının parlaq hissəsidir. Bu gördüyünüz rəngli hissə, mat hissə bunlar sümüyün içində qalacaqdır. Tissue level dediyimiz implantdır. Yenə 4 mm yarım qalınlıqdır. 7 mm ümumi uzunluğudur. Yenə parlaq hissə çöldə qalmağa nəzərdə tutulmuşdur. Tissue level dediyimiz yumşaq toxuma səviyyəsi implantdır. Belə bir səviyyədir. İmplantların bütün tərəflərdən sümüyün içində olmalı hissəsi sümüyün içində, parlaq hissələr isə üzdədir. 2 ədəd paralel şəkildə implantımızı buraya yerləşdirdik. 1 ədəd də qabağa yerləşdirməklə 4 ədəd dişi üçün yük hazırlamış olacaq. Burada 5-ci dişin yeri, burada da 4-cü dişin yeridir. Əslində implantları arxaya qoyduq ki, çeynəmə yükü daha çox arxalara düşür. O səbəbdən də qabağa da 1 ədəd qoyub, burada da sümüyün plastikasını aparıb buradan çıxacaq. Eyni diametrdir, 4,5 qalınlıqdır, 10 mm uzunluqdur. Bu səfər isə 10 mm-in hamısı sümük içində dayanacaqdır. Belə 10 mm-in hamısı sümük içində dayanacaqdır. Panik atak pasiyentidir, heç nədən belə panikası tutur. Digər implantımızla paralel böyük geçir. Böyük geçir. Az da olsa oradan götürdüğümüz sümükləri bu diş boşluqlarına dolduracağıq. Bu da əslində buraya üçün kifayət qədərdir. Beləcə yeri düzəltdik. Bu çıxıntılı hissələri düzəltdik. Plastik elədik burada. İmplantlarımızı qoyduq. Hazır şəkildə indi buradan çıxacağıq belə. Bu hissəni də tikdik. Rahat şəkildə çıxdıq buradan. İmplantların üstü bağlandı. Diş çəkilən yerlərdə tikildi, hazırlandı. Hətta diş ətində müəyyən qədər hündürləşdirdik buradan ki, gələcəkdə hərəkətli diş ətinə qarşı müəyyən indidən də ilkin tədbirlər alınmış olar. İndi keçirik digər tərəfə. Pasiyent panik atakda işləmək çətindir. Yəni xırda bir şeydən böyük panikaya düşən pasiyentdir. Dört yarım qalınlıq, 8 mm yarım uzunluq.
4 mm yarım qalınlıqdır, 10 mm uzunluqdur. Koreya implantıdır. O dəliyi qapatdıq bu vida ilə, bu boltu ilə. İmplantımızı qoyduq, yaranı indi bağlayıb, tikib çıxacaq bunu. İki tərəfin də implantlarını qoyub, tikib çıxmış olduq. Panik ataklı pasiyent idi. Panik ataklarla işləmək çətindir bilirik. Və əməliyyatımızı bitirdik. Keçmiş olsun. Çox. Ümumilikdə 4 diş çəkilməklə 6 implant yerləşdirildi. 3 sağ tərəfə, 3 sol tərəfə. Biz bu hər tərəfə yerləşdirilmiş 3 implantın üzərində 4 ədəd diş körpüsü eləməyi düşünürük. 4 ədəd sol, 4 ədəd də sağ tərəf olmaqla ümumilikdə pasiyentin 8 dişini bərpa eləmiş olacaq. Ağızda hal-hazırda 6 diş var, 8 üzərinə gəlməklə çənədə 14 dişi bərpa eləmiş olacaq.